OPEC Plus alyansının könüllü ölkələrinin növbəti görüşü iyunun 7-sində keçiriləcək. Xarici media istinadən verilən məlumata görə nazirlərin toplantısı ilə eyni gündə baş tutacaq bu tədbirdə 2027-ci il üçün kvotaların hesablanacağı maksimum dayanıqlı istehsal gücü razılaşdırıla bilər. Bundan əvvəl hasilatı könüllü azaldan 7 ölkə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxstan, Əlcəzair və Oman istehsal həcmlərinin tədricən bərpasını davam etdirmək qərarına gəliblər. Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən etibarən müstəqil istehsal siyasəti yürütmək niyyəti ilə alyansı tərk etdiyi üçün hasilatın bərpa sürəti yenidən tənzimlənib. Belə ki, iyun ayında bazara çıxarılacaq sutkalıq əlavə həcm 180 min barel olacaq. OPEC-in rəsmi kommunikəsində vurğulanır ki, üzv ölkələr bazarın sabitliyini təmin etmək üçün tələb və təklifdəki dəyişikliklərə çevik reaksiya verməyə hazırdılar. Birləşmiş Ərəb Əmirliklərinin təşkilatdan çıxması alyansın qlobal bazardakı payını 51,7%-ə qədər azaltsa da, analitiklər təşkilatın qlobal təsirinin hələ də əhəmiyyətli qaldığını bildirirlər.